5 Mərkəzi Asiya ölkəsini Xəzər vasitəsilə Azərbaycanla əlaqələndirici təbii qaz interkonnektorunun inşası Amerika Birləşmiş Ştatlarının maraqlarına cavab verə bilər. Bunu Amerika Birləşmiş Ştatları Senatında keçirilən dinləmədə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio sualında senator Steve Daines deyib. O, interkonnektorun inşası üçün cəmi 20 milə ehtiyac duyulduğunu, bununla da nəhəng qaz ehtiyatlarına malik Mərkəzi Asiya ölkələrinin Azərbaycandan keçməklə Avropa bazarlarına çıxışının təmin edilə biləcəyini qeyd edib. Mərkəzi Asiya ölkələrinin nəhəng potensialı var və mən bunun istifadə edilmədiyinə inanıram. Buna nümunə Transxəzər boru kəmərinin olmamasıdır. 5 Mərkəzi Asiya ölkəsini Xəzər dənizi vasitəsilə Azərbaycanla, buradan isə Avropa ilə əlaqələndirəcək interkonnektor üçün cəmi 20 milə ehtiyac var. Bu cəmi 20 mildir. Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada 5-ci yerdədir. Bu nəhəng potensialdır və aydındır ki, öz qonşuları ilə Çin, Rusiya və İranla bu qazın oradan çıxarılması çətindir. Ancaq Xəzər dənizi vasitəsilə bir çıxış var. Düşünmürsünüzmü ki, 20 mil uzaqlıqdakı bu interkonnektor Amerika Birləşmiş Ştatlarının və müttəfiqlərinin maraqlarına cavab verə bilər? Dövlət katibi Marco Rubio cavabında senator Dainesin sözlərini təsdiqləyib. Düşünürəm ki, cavab bəlidir. Sizin təsvir etdiklərinizdən mən elə anlayıram. Həmin 20 millə bağlı ekspert olduğumu deyə bilmərəm, ancaq sizin irəli sürdüyünüz arqumentlərdən də görə bilirəm ki, bu məntiqlidir. Bu bir daha mənə bizim xarici siyasətimizin nə üçün regional və səfirlik səviyyəsində olmasının tərəfdarı olduğumuzu xatırladır. Bütün bunlar dəqiqliklə fürsətlərdir. Biz fərqli kontekstlərdə davamlı olan enerji siyasəti həyata keçiririk. Bunlar müəyyən fürsətlərdir ki, ən aşağı səviyyədən icra edilməlidir. İdeal şəraitdə bu əməliyyatları müəyyən edə biləcək səfirliklər və individual bürolar olmalıydı və bu bürolar daxilində enerji siyasətinin həyata keçirilməsi təmin edilməlidir. Amerika şirkətləri, müttəfiq şirkətlər bu səylərə potensial olaraq töhfə verə bilərlər. Bu şirkətlər bizə həmin boşluğu doldurmağa kömək edə və ehtiyac duyulan podratçı işlərini təmin edə bilərlər. Senator Daines Mərkəzi Asiya ölkələrinin dövlət başçıları ilə görüşlər keçirdiyini və onların Transxəzər interkonnektorunun ideyasına çox güclü dəstək verdiklərini vurğulayıb.